Mehmet kardeş. O bir oğul itirenlere hemen tez ağlamaran derim. Cenalar yanası kurban. Ayrılarkən mənə qəmli baxıb getdi. O kədərli gözlərdə arzum, ümidim çıxıb getdi. Elə bil bilirdi bir daha görüşməyəcəyik. Odur ki, mənə bir söz deməyib, susub getdi. Cavan ömrü yarımçıq qaldı torpağın üstə. Qəhrəmanım qayıtdı bayrağın üstə. Elə bir şəhidi az qaldı yarpağın üstə. Bir günəş şüasıyla yox olub getdi. Heç bilmədim bəxtim gətirmədi nədən. Heyif ondan, heyif məndən. Küstüm talihimdən, düşdüm həvəsdən. Qəfil qopan bir küləkdən gül çiçəklər solub getdi. Bir anda bağlandı ayağım, əllərim, ürəkdə qaldı şirin, xoş sözlərim. Qüssə kədərlə doldu gözlərim, elə bir göz yaşı idi, yanağımdan süzülüb getdi. Çox ev ayırdı yollar bizi, necə də peşiman etdi çöllər, dağlar bizi. Müsibətə düçar etdi ağır zamanlar bizi, həvəslərim cavan yaşlar, gözlərim solub getdi. Ay mənim qah kimi gördüm, uşaq kimi ağlayan ürəyim. Ay mənim acı zəhərə dönmüş arzum, diləyim. Ay mənim həsrətdə keçən günüm, ayım. Oğul qəmin çəkə-çəkə, qara saçlar da ağarıb getdi. Xoş günlərim, duyğularım, elə bir məndən bir dəfəlik küsüldü. Yaxşı nə varsa küsdü, yaxşı nə varsa küsdü. Ya mən özüm küstüm ondan, sən özün küstün ondan. O təmtaraq, o birisi yoluxma, nə bilim, getməzən, hamısı azaldı bizlər üçün. Balaca otaqda elə ki, vətən eləmişik. Ora ged, bura gəl. Ora ged, bura gəl. Biz adamın əli könlü açılmır da. Əli könlü açılmır ki, bir şey eləsin. Bir xeyir iş olanda da deyirsən, Allah mübarək eləsin. Təbrik edirsən belə, gəlirsən, oturursan belə. Girirsən evinə, ondan sonra başlayır da hər şeydə. Qohumlar da, qonşular da inciməsin, belə görürsən ki, bir yerdə gəldilər, tam tərəflə nişan, toy, klarnet, nə bilim, nə. Sən bilirsən, mən nə yaşayıram ondan, nə biləsən? Sən yatırsan gecələr, bax, bilmirsən bir dənə yatmayan var bu şəhərdə. Dincəlirsən, ancaq dincəlməyən var. Sən üçün gəzirsən, orada, burada, tək olasan oralarda, amma onu gəzməyən var. Heç nəyi xatırlamaq istəmirsən, amma xatırlayanlar var. Sən yanmırsan, heç nə düşünmürsən, bilmirsən, amma yananlar var gedirsən, Allah andolsun, yananlar var. Ürəyim elə yanır, ürəyim elə yanır. Bir də baxıb görürsən, gecə saat 2 oldu, 3 oldu, 4 oldu. Evet, gir, çıx girən ora, bura, biri şəkər, sonra o birisi də elə, o birisi bu, nə bilim, var, nə həyat. Yenə də Allahdan asi döyürəm, onun üsyansını demirəm. Yəni, dərdin, qəmin, müsibətin o tərəziyə qoyulsa, onu çəkəsi bir tərəzi olmaz. Onun çəkəsi bir tərəzi olmaz. Ağır bu qədərdir. Amma qəhrəmanlarımız şərəfli yol keçiblər, vətənimiz üçün gediblər. Onlar doğrudan da cəsarətli, müdürətli bir oğullardılar, qəhrəmandılar. Həqiqətən də qəhrəmandılar. Ona görə də şəhid anaları. İlk öncə burada minnətdarlıq sizlərədir. Ona görə sizlərə Allahdan səbir diləyirəm. Allahdan sizə güc qüvvət diləyirəm ki, biraz da elə yaşayasınız, biraz da yaşayasınız. Niyə? Bax, beləncə bu şəhidlərimizin adının, bax, belə vəfalı, bax, belə qəhrəman qalmağına xidmət göstərəsiniz. Mən sizdən bunu istəyirəm ki, yaşayın, xidmət göstərin. Heç demirəm, nə mənə, nə o bisinə, bu bisinə. Bax, qəhrəmanlara xidmət edin. Eriyin, o hamısı da bilsin. Artıq Sumqayıtı görürsün necə əhatə elədik. Görürsən, məhəllələrə, bir yerlərə gedəndə, tədbirlərə gedəndə, orada görürsən, cavanı da, qocası da artıq biri o birinə barmaqla göstərirsiniz ki, bu filan kəsdir, bu filan kəsdir. Təbliğat getməlidir, olunmalıdır, ta ölən günümüzə yazıb yaratmalıyıq ki, bunlar, belə deyək ki, bizdən sonra yetim qalmasınlar. Var da, qalanlar var, görürük, qalmasınlar. O yaşasınlar. Onların haqqı var idi yaşamağa. O yaşamaq haqqını ki, vətən üçün elədilər. Bizim də boynumuza haqq gəldi ki, onları yaşadan. Allah sizlərdən razı olsun. Sizlər də çox yorulurlar. Bəzən ümumi sözləri keçirən, var olasınız. Sənə mərd oğullar edər canını qurban. Sən yer üzünün cənnətisən Azərbaycan. Sənə oğlumun tabutuna bükülən bayraq. Bir daha yenmə səmalarda dalğalan. Ulu torpaq, atalardan, babalardan yadigarsan. Sən qəhrəmanlar yurdusan, şəhid qanıyla yoğrulmuşsan. Azərbaycan, Azərbaycan, Azərbaycan.
Allah vətənimizi qorusun, elimizi, obamızı qorusun. Bir cəmaət olaraq Allah sizə can sağlığı versin. Və Can sağlığı var. sizlərə təşəkkür edirik ki, bir payız günündə qəhrəmanlarımızın bax bu silsilə illəri ki gedir, bax 5-5 300 gedir. Vaxt tapıb gəlirsiniz, iştirak edirsiniz. Buna görə də Allah sizi xeyirlərdə yad eləsin. Sağ olun. Biz nesilden bir şehit vermemişik. Birincimiz de var. Abdullah Yusuf. Hele diyene kadar tapılmır. Onun kardeşi Celil. Ememin oğludur. Hamsına özüm kurbanı. Bala vay lay lay. Kör ne kadar dostları Celil. Dur yatıma çelen lay lay lay. Beş neferler güneş biz öyle kardeşi kardeş araba hiç ne deme abinin arkasını yere vur kahraman vay lay lay Yusuf vay lay lay Kenan vay lay lay şehitler vay lay lay seçilmezdi bunu anaları hamsı benim dert ortağımdı hamsını derdine Kenan'ın anası kurban bana vay lay lay ay bunu dostları ileri gelin görün bu necek oğlan oğlum buna toy ele beni İti bu oğlanın 30 yaşı var torpaklar aldı özleri kaydmayan oğlanlar ay lay lay İçeler ay lay lay İçesiler nefesin İçeceler yadmayan günlerim Sana kurban oğlan ay lay lay Etmeni sidimim sen içeler ay lay lay Dedik ana seni saraylarda yaşanacağım Laf yaxşı yaşanırsan Bağlı var ay lay lay Ana kapı asmını çerer ay lay lay Kahramanım ay lay lay Abdalarına kalaları kurbanı nerede Yatmayan gecelerine kurbanı nerede Sen oğluna doy el yerden biz de gelerdik güllü balam ay lay lay balam ay lay lay Yanan sinene öz kalan kurban kalam ay lay lay balam ay lay lay Ay nerbe balağımız da istedi yağımız da buna kurban değil Gözümüz balana kurban olan nerbe